Deməli, bugünkü maşınımız Chevrolet 1.6 turbo dizel. Maşında nə problem var? Yanacaq sərfiyyatı çoxalır, qara tüstü verir, maşında boğulma problemləri yaranır. Gəl yaxından buranı çək. Deməli, hava kollektor sistemi sökülüb, YGR samovar sistemi sökülüb. Gəl yaxından. Hava kollektor sistemi bərbad vəziyyətdədir, göründüyü kimi. Demək olar ki, hava kanalları tamamilə tutulub, samovar sistemi də sökülüb, samovar hava kanalları göründüyü kimi görsənmir. Bu da samovarın turbası, YGR sistemi də sökülür, kompleks şəkildə yuyulur, zastyonka da daxil. Bir dənə çək, bu da çıxıb. Daçqın vəziyyətinə baxın. Hava kollektorunun yuyulub gələndən sonraki vəziyyəti. Bütün kanallar yuyuldu. Zavod vəziyyətinə qaytarıldı. Samovar sistemi.